Çox pasientlər müraciət edərkən əsasən əllərində müxtəlif tərkibli vitamin və mineral komplekslərdən təşkil olunmuş dərman vasitəsi olmayan preparatlarla bizə yaxınlaşırlar və illərdir, aylardır bu vitamin və minerallardan istifadə edərək də yenə də həmin problemlərin qarşısını almadıqlarını deyirlər. Mən sizə bildirmək istəyirəm ki, xüsusi mineral və vitaminlərin qəbuluna ehtiyac yoxdur. Hal-hazırda yay ayları, yay mövsümü olduğu üçün müxtəlif zəngin tərəvəz və minerallarla zəngin, meyvələrdən zəngin, əhatəli bizim təbiətimiz vardır ki, bunlardan istifadə etmək insanlara daha gözəl təsir göstərərdi. Çünki bizə mineral və vitaminlər müəyyən mikroqramlarla gün ərzində lazımdır ki, və biz müəyyən mikroqramlarla vitaminlərin qəbulunu qidalanma ilə qəbul etsək, bunları daha yaxşı mənimsəmək mümkündür. Yalnız biz qidalanmamızın içərisində orqanik olan və bişməmiş, termiki emala uğramamış neçə kiloqram və neçə qram meyvə tərəvəz gün ərzində tələb edirik və yeyirik, bunları nəzərdə keçirtmisinizmi? Və qidalanmanın içərisində əsasən nələr təşkil olunur? Bugün gün ərzində neçə qram meyvə və tərəvəzlərdən istifadə etmişsiniz? Onlara nəzarət etmişsinizmi?